iyulun 26-sında olan hava proqnozu açıqlanır. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən günəşli keçəcək, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26 dərəcə, gündüz 35-39 dərəcə, bəzi yerlərdə 40 dərəcəyə yaxın isti olacaq. Atmosfer təzyiqi 752 mm civə nisbi rütubət gecə 70-75%, gündüz 40-50% olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 35-39 dərəcə, bəzi yerlərdə 40-41 dərəcə isti. Dağlarda gecə 15-20 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.